Əziz və möhtərəm müsəlman qardaşlarım, ilk öncə öz nəfsimə və sonra sizə Allah subhanahu wa ta'alədən haqq təqvası ilə qorxmağı tövsiyə edirəm. Və Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, iman 70-dən artıq, 70 və 70-dən daha artıq şöbədən ibarətdir. Ən yüksək la ilahe illallah kəlməsi demək, ən aşağı da yoldan insanlara əziyyət verən bir şeyi kənara atmaq. Yolda insanlara əziyyət verən bir maniyəni kənara atmaq. Və bu ən aşağı imanın ən aşağı şöbəsidir. Və iman artıb azalır. Və biz qeyd etmişdik ki, imanı artıran səbəblər var. O səbəblərdən qeyd etmişdik ki, ən birincisi Quran-ı Kərim oxumaqdır. Və onu tədəbbür etməkdir, fikirləşmək ayələrini. Necə ki, Allah təala buyurur ki, Quran-ı Kərimdə وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ وَمُصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ Nazil etdiyimiz o kitab mübarək bir kitabdır. Özündən əvvəldəkilərin hamısını təsdiqləyir. Həzə kitabun ənzəlnəhu mübarəkun fəttəbi'uhu vəttəqu ləalləkum turhamun. Nazil etdiyimiz o kitab mübarəkdir, ona tabi olun. Allahdan qorxun ki, sizə rəhm olunsun. Ona görə ən birinci imanı artıran səbəblərdən biri Quran-ı Kərimi oxumaq və onu tədəbbür etməkdir. Və həmçinin səbəblərdən salih əməlləri artırmaq. Çünki imanın şöbələri, hər bir şöbəsi əməl deməkdir. Və sən əməlləri artırdıqca iman da artacaq. Və həmçinin səbəblərdən Allah Subhanahu ad və sifətlərini tanımaq, bilmək. Allah Taalaya o ad və sifətlərlə dua etmək. Yəni Allah tanımaq. Çünki insan ad və sifətləri öyrəndikcə öz Rəbbini tanıyır. Rəbbini doğru düzgün şəkildə tanıyır. Onun adlarını, sifətlərini öyrənir. Məsələn, insan bilir ki, Allah Teala xaliqdir, hər şey yaradandır. Ona görə yaradıb ki, bizi ona ibadət eləmək üçün. Həmçinin Allah Teala razzəqdir, roziləndirəndir. Rozu onun əlindədir, başqasının əlində deyil və s. sifətlər, həmçinin adlar. Və yaxud elm, məsələn, elm sifəti, əl-alim adı, Allah da hər şeyi bilir. Və yaxud əl-xabir adı, hər şeydən xəbərdardır, qeybdə, aşkarda, gizlində nə varsa, hər şey bilir. Yəni, ad və sifətləri öyrənmək səbəb olur ki, insanın imanının artmasına. Və həmçinin səbəblərdən Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatını oxumaq, sirasını. Peyğəmbər s.ə.v həyatını oxumaq, ona nəzər salmaq insan imanını artırır. Və insan oradan ibrətlər götürür. Peyğəmbər s.ə.v həyatına baxmaqla, Peyğəmbər s.ə.v şəmailini oxumaqla, həyat sirasını oxumaqla. Və çünki Peyğəmbər s.ə.v başına çox müsibətlər gəlib, çox əziyyətlər görüb və sən onları oxuduqca oradan ibrətlər götürürsən, faydalar götürürsən. Və bu da sənin imanını artırır. Və həmçinin səbəblərdən, məsələn, dördüncüsü, beşincisi, İslam dininin yaxşı əməl, İslam dininin əmr etdiyi o yaxşı əməlləri öyrənmək, onu fikirləşmək və ona əməl etmək. Və sən İslam dininin bütün hökmlərinə baxırsan, Allahın əmr etdiyi əməllərə baxırsan və onları oxuyursan, əməl edirsən və bu da sənin imanın artmasına səbəb olur. Həmçinin bu ümmətin, sələfinin, yəni ən xeyirlilərinin həyatını oxumaqla, onlara baxmaqla, nəzər getirməklə, Xulafə-i Raşidin, Əbu Bakır, Ömər, Osman, Ali və həmçinin digər sahabələrin həyatına baxırsan, tabeinlərin həyatına baxırsan, onları oxumaqla və imanını artır. Yəni, imanı artıran səbəblərdir bunlar. Və uləma bunların hamısı qeyd edilir ki, insanlar iman zəifliyinə şikayətlənəndə bunlara diqqət eləsin. Həmçinin Allah Subhanahu Taala'nın kovni ayətlərinə baxmaq, kovni ayətlərə, günəşə baxmaq, səmaya baxmaq, ulduzların yaranışına, aya və s. Dənizə və s. kovni ayətlərə baxırsan Allah'tan yaratdıqlarına. Və bu da səbəb olur ki, insanın imanının artmasına. Və həmçinin səbəblərdən
İnsan salih əməllər üzərində öz səyini artırmalıdır. Yəni, qətiyyət göstərməlidir salih əməllər üzərində. Yəni, sən salih əməl üzərində qətiyyət göstərməsən, o əməl edə bilməyəcəksən. Məsələn, gecə namazda durmağı, məsələn, duha namazı qılmağı və yaxud həftədə 1-ci, 4-cü günə oruç tutmağı və yaxud hər aydan, hicri aylarından 13, 14, 15 oruç tutmağı, məsələn, sünnət oruclardır. Və yaxud Ramazandan sonra Şəvval ayının 6 gün oruç tutmağı və s. Yəni, qətiyyət göstərməlisən ki, salih əməllərdə ki, o edəsən. Yoxsa çünki insanın nəfsi tənbəlliyə meyl edir. İnsanın nəfsi həmişə günahlara meyl eləyəndir, tənbəlliyə meyl eləyəndir. Və sən gərək səy göstərəsən, qətiyyət göstərəsən ki, zəifləməyəsən və imanını artırsın o əməllər. Çünki sən edəcəyin əməllər imanını artıracaq. Oruç tutduqca, gecə namazına qalxdıqca, duha namazı qıldıqca və s. Və həmçinin səbəblərdən, iman artıran səbəblərdən Allah Taala'nın kitabını çox oxumaq və onu tədəbbürünü də artırmaq. Yəni, mücərrəd qiraətə fikir verməmək. Mücərrəd qiraətdə fikir verməmək. Əsas tədəbbürü çoxaltmaq. Yəni, ayələri fikirləşmək. Və çünki Allah Taala buyurur ki, biz kitabı ona görə nazil etdik ki, o tədəbbür olunsun. Düşünülsün, yəni ayətlər. Və həmçinin, qardaşlar, iman artıran səbəblər olduğu kimi, imanı azaldan səbəblər də var. Və gərək müsəlman o səbəblərdə bilsin ki, o səbəblərdən çəkinsin ki, əməllərdən çəkinsin ki, hətta imanı azalmasın. Və əhl-i sünnə və cəma etiqadına görə iman artır və azalır. İtaətlə artır, asiliklə, günahlarla azalır. Necə ki, Allah təala buyurur ki, qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Yəni, nəfsini təmizləyən nəcat tapdı, onu günaha batıran bədbəxt oldu. Və şək yoxdur ki, insan nəfsini təmizlədikcə salih əməllərlə imanını artırır və bununla nəcat tapır. Və günahlara batırdıqca nəfsini iman zəifləyir və bununla da insan bədbəxt olur. Və ən birinci səbəblərdən imana təsirli səbəblər ən birinci cahillikdir. İnsanın cahil qalması. Cahillik nədir? Elmin əksidir. Ən əzəmətli səbəb cəhalətdir. İbn-i Cəvzi rəhməhullah Təlbisul İblis kitabında gətirir ki, şeytanın insana etdiyi ən birinci hiləsi onun elm qapılarını bağlamasıdır. Əgər elm qapılarını bağladısa, o insanın halı zülmət içərisində, qaranlıq otaqda qalan bir insana bənzəyər. Qaranlıq otaqda insan çıxa bilər, çıxa bilməyəcək, qapıyı tapa bilməyəcək çıxmağa. Şeytan da ən birinci insanla elm qapıları bağlayır ki, insan qaranlıq otaqda qalan insan halına bənzəyir. Elm olmasa çıxa bilməyəcək məsələlərin içindən. Ona görə ən birinci insan öz elmini artırmalıdır və şəriəti öyrənməlidir. İslam əqidəsini öyrənməlidir. İnsan elm olduqca, görürsən, iman zəifləyir və Quran oxuyursan, artır. Və Peyğəmbər həyatına baxırsan, artır. Və s. əməllər baxırsan. Yəni, cahillik isə zülmətdir. Elm isə nədir? Nurdur. Ona görə də ən birinci səbəb imanı zəiflədən insanın cahil qalmasıdır. Həmçinin səbəblərdən ikincisi insanın qəflət içərisində olması və dindən, şəriətin əmrlərindən üst çevirməsi və unutqanlığı. Yəni, insan görürsən ki, unudur. Bu unutqanlıq, qəflət və i'rad, yəni üst çevirmək ən əzəmətli səbəbdir imanı zəiflədən. Allah Teala buyurur ki, Quran-ı Kərimdə وَلَقَدْ ذَرْعَنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ Biz artıq insanlardan və cinlərdən bir çoxunu cəhənnəm üçün yaratdıq. لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا Onların qəlbləri var, onlar başa düşmürlər. وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا Onların gözləri var, onlar görmürlər. وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا Onların qulaqları var, onlar eşitmirlər. Ulaikə kəl-ən'am Onlar heyvan kimidirlər.
Bəlhum ədallu səbilə. Əksinə heyvandan da aşağıdılar. Ulaikə humul qafilun. Onlar qafil olanlardır. Niyə görə Allah Teala onları heyvandan aşağı saydı? Çünki insan Rəbbini tanımayanda, Rəbbinin ayətlərini eşitməyəndə, onun əmrlərinə tabi olmayanda insan heyvandan da aşağı olur. Çünki heyvan nə üçün yaradıldığını bilir. Heyvan çünki nə üçün yaradıldığını bilir. Qoyun bilir ki, onun işi budur. Ot yiyəcək, süt verəcək, yun verəcək, ət verəcək. Həmçinin digər heyvanlar, toyuq bilir ki, dən yiyəcək, yumurta verəcək və s. Amma insan nə üçün yaradıldığını bilməyəndə heyvandan da aşağı dərəcəyə düşür. Ona görə Allah deyir ki, "Ulaikə kal-an'am." Onlar heyvan kimidirlər. "Bəlhum adallu səbilə." Heyvandan da aşağıdılar. Ona görə də qəflətdə olmaq, şəriətdən üz çevirmək, irad etmək səbəb olur ki, insan imanı zəifləsin. Və şək yoxdur ki, insan da qəflətə necə düşür? İnsan əmirləri tərk eləməklə, itaətləri tərk eləməklə və orada səhlənkarlıq göstərməklə qəlbinə qəflət damğası vurulur. Görürsən, cümələrə gəlmir, məscidlərə gəlmir, azan verilir, gəlmir. Allah çağırır, Allahdan çağırışı da azan, məscidə gəlmir. Bir gəlmir, iki gəlmir, üç gəlmir, axırda qəflət damğası vurulur. İstəsə belə gələ bilmir. Görürsən, azan oxunur, azanın duası oxunmur. Müəzzinin dediyini təkrarlamır insan. Bir təkrarlamır, iki təkrarlamır, üç təkrarlamır, axırda qəlbinə möhrü vurulur. Qəflət möhrü. İstəyəndə də təkrarlamır. Müəzzin oxuyanda bu danışır və yaxud fikir gedir başqa yerə. Yəni, beləliklə Allah Teala insana verdiyini alır ondan. Qəflət insana belə gəlir. Həmçinin səbəblərdən imanı zəiflədən səbəblərdən də sonra gəlir insanın nəfsinin ona pislikləri əmr etməsi. Ən-nəfsu əmməratu bis-su. İnsanın nəfsi daima insana pis şeylər əmr edir. Necə ki, Allah Subhanahu taala Yusuf əleyhissalamın sözünü gətirir Quran-ı Kərimdə: "Və mə ubri'u nəfsi İnnən-nəfsə ləəmmərətun bis-su illə mə rahmi Rabbi innə Rabbi qafurur rahim." Mən öz nəfsimi təmizə çıxarda bilmərəm, deyir Yusuf əleyhissalam. Həqiqətən nəfs insana pislikləri əmr edir. Yalnız Rabbinin rəhm etdiklərindən başqa, yalnız Allahın rəhm etdiklərindən başqa hər bir insanın nəfsi ona pis şeylər əmr edir. Filan şeylə, filan şeylə, filan günah elə. Və deməli, o nəfs ki, insana pislikləri əmr edir və insan o nəfsə tabi oldusa, insanın imanı zəifləyəcək. Nəfs nə desə düşəcəksən dalayca. Nə desə onu edəcəksən. Və bununla da imanı zəifləyəcək. İman zəifləyəcək. Həmçinin səbəblərdən insanın şeytana tabi olması, şeytanın addımlarına tabi olması. Allah Teala buyurur ki, "Ya eyyuhellezine amanu", ey iman gətirənlər. Yəni müraciət kim olundu? İman gətirənlərə. Demədi insanlar. Demədi kafirlər. Dedi ey iman gətirənlər. La təttəbi'u xutuvatiş şeytan. Şeytan addımlarına tabi olmayın. Və mən yəttəbi xutuvatiş şeytan. Kim şeytan addımlarına tabi olarsa, fə innəhu ya'muru bil fəhşə vəl munkar. Şeytan ona fahiş əməlləri və münkəri əmr edəcək. Deməli, şeytan addımlarına tabi olmaq səbəb olur ki, şeytan sənə fahiş əməlləri və münkər işləri əmr edəcək və sən də onu edəcəksən və bununla da sənin imanı zəifləyəcək, naqisləşəcək. Həmçinin Allah Teala digər ayədə buyurur ki, "İnnə şeytanə ləkum aduvvun mubin." İnnə şeytanə ləkum aduv fəttəğidhu aduvva. Şeytan sizin açıq aydın düşməninizdir, onu özünüzə düşmən seçin. İnnəmə yəd'u hizbəhu liyəkunu min əshabis sə'i. O öz dəstəsini çağırır, sizin üstünüzə yönəldir ki, siz cəhənnəm əhli olasınız. Həmçinin başqa da buyurur ki, "İnnə şeytana lil insan aduvvun mubin." Şeytan insanın açıq aydın bir düşmənidir.
Və ona görə şeytanın addımlarına tabi olmaq səbəb olur ki, insanın imanının zəifləməsinə. Həmçinin səbəblərdən dünya və onun fitnəsi. Dünya və onun fitnəsi imanı zəiflədən də səbəblərdən ən böyükləridir. Və görürsən, insan düşür dünyanın dalıyca. Dünyanın quluna çevrilir, köləsinə çevrilir. Və sonra şikayətlənir ki, iman zəifdir. Allah Teala buyurur ki, İ'ləmu ənəməl həyətud dünya ləibun və ləhu. Bilin ki, dünya aldadıcı bir zövqdən başqa bir şey deyildir. Oyun oyuncaqdan başqa bir şey deyildir dünya. Ona görə dünyaya bağlanmaq və Allahın əmrlərini tərk etmək imanı zəiflədən ən böyük səbəblərdən də biridir. Allahın Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Fəvallahi məl fəqru əxşə aleykum. Allaha and olsun ki, mən sizin üçün kasıblıqdan qorxmuram. Vələkinni əxşə ən təbsut aleykumud dünya. Lakin qorxam ki, siz dünyaya bağlanarsınız. Qorxuram ki, siz dünyaya bağlanarsınız. Sizdən öncəkilər necə ki, dünyaya bağlanıb həlak oldular, siz də dünyaya bağlanıb həlak olmağınızda qorxuram sizin. Ona görə dünyaya zinətlərinə bağlanmaq, dünyanı sevmək, Allaha itaəti tərk eləmək, Allahın itaətindən çıxmaq səbəb olur imanın zəifləməsinə. Həmçinin imanı zəifləyən səbəblərdən pis dostlar, pis insanlarla oturub durmaq. O insan ki, əxlaqı yoxdur. Nə gəlir danışır, qeybət eləyir, nəmmamlıq eləyir, söyür. Yəni, pis insanlar səni pisliyə aparır. Səni demir, gedək məsciddə Quran oxuyaq. Səni demir, gedək məsciddə kürkət namaz qılaq. Səni demir ki, sabah zəng eləyəcəm, oruza durarsan. O pis insanlar səbəb olur ki, insan ətrafında imanının zəifləməsinə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Ər-raculu alə dini xalilihi fəlyanzur əhədukum mən yuxalil. Kişi dostunun dinindədir. Sizdən hər bir kəs baxsın kiminlə dostluq etdiyinə. Deməli, kişi dostun dinindədir nə deməkdir? Yəni, o necədirsə, sən də onun kimi olacaqsan. O necədirsə, sən də onun kimi olacaqsan dində. Onun əxlaqı pissə, sən də əxlaqın pisləşəcək. Onun imanı zəifsə, sən də olacaqsan. Ona görə deyir ki, kişi deyir, baxsın, deyir, hər bir insan baxsın, deyir, sizlərdən kiminlə dostluq edir. Həmçinin səbəblərdən, imanı zəiflədən səbəblərdən insanın pis məclislərdə oturması. O məclislər ki, orada Allah subhanət hələ zikr olunmur. O məclislər ki, orada qeybət var. Allahın zikri yoxdur. Ona görə pis məclislərdə oturmaq, o yerlər ki, orada haram var, Allaha itaət yoxdur, Allah zikr olunmur və o məclislərdə də oturmaq imanın zəiflədən səbəblərdən biridir, qardaşlar. Ona görə hər bir insan öz imanını qorumalıdır. Çünki insan qiyamət günü öz imanı ilə nəcat tapacaq. Və insanın imanı da qoyulacaq tərəziyə, insanın əməlləri də qoyulacaq tərəziyə. Ona görə hər bir insan öz imanını qorumalıdır. Necə ki, insan özünü günahlardan qoruduğu kimi imanı da qorumalıdır. Ki, iman getməsin. Ona görə sələflər deyir ki, kim nə qədər günah eləyərsə, o günahın misli qədər onun imanından alınır. İmanından götürürlər. Nə boyda günah etdinsə, o günahın misli qədər də imanından götürüləcək sənin. Bu beləliklə iman da azalacaq. Və İbn-i Teymiyyə rəhməhullah buyurur ki, Şeyhülislam, yəni iman o qədər artar ki, göylərə qədər qalxar. O qədər artar ki. Və iman o qədər azalar ki, qarışqa boyda olar.
qəlbdə heç nə qalmaz imandan. Ona görə insan çalışmalıdır ki, öz imanını qorusun və artıran səbəblərdən yapışsın və imanını naqisləşdirən səbəblərdən uzaqlaşsın, özünü qorusun, həzər etsin. Allah Subhanahu istəyirəm ki, Allah Subhanahu bizi imanımızı artıran əməllərə yönəltsin. Allah Subhanahu bütün İslam və müsəlmanları izzətləndirsin. Allah da bütün xəstə müsəlmanlara şəfa versin və bütün çətinlikdə olan müsəlmanların sıxıntısını aradan qaldırsın. Qul qawli hada astaghfirullah li və lakum və lisa'il muslimin min kulli ma astaghfiruh innehu gafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.